Cəmi 9 yaşı olan Sabah xəyallarımızı gerçəkləşdirərək ilk cəhddən Çempionlar Liqasına vəsiqə qazandı. Özü də reytinqimiz aşağı olduğundan Sabahın bütün 4 rəqibi səpələnmiş komandaları idi. Siz kanalımıza abunə olun, biz isə Hapoel üzərində darmadağınlı qələbəni başa düşməyə çalışaq. İlk öncə dostlar xatırlayırsınızsa biz birinci maçın analiz edəndə göstərirdik ki, Hapoel oyunda, hesabda və oyun baxımından geri olsa da sonradan hardasa birinci hissənin 30-cu dəqiqəsindən ta ki maçın sonuna qədər oyunu öz xeyrinə dəyişə bilmişdi. Bunu da çox inkişaf etmiş metriklərdə sübut edirdi. Bu dəfə hardasa təməksi oldu. Gəlin uzağa getməyək, X2-dən danışaq. Onu da xatırlayarsınız ki, Hapoellə ilk maç öncəsi biz deyirdik ki, Hapoelin ən böyük problemi ondan ibarətdir ki, komanda kompakt blokla və ya meydanın o ikinci hissəsi, yəni meydanın ortasında rəqibi saxlaya bilmir. Ona görə də Hapoelin oyunları bir növ yelləncək və ya roller coaster xatırladır. Yəni ya bu qapıda olur, ya o qapıda olur. Gəlin X2-lərə baxaq. X2 də absurddur. Düzdür. Sabahın 120 dəqiqəsi vardı ki, bu nəticəni əldə etsin, amma gəlin komandamızın da yaradıcı gücünü küçümsəməyək, çünki möhtəşəm bir nəticədir. Sabah bu maçda 5.12 XG əldə etdi. Bu hardasa normal real həyatda 5-6 qolun arası deməkdir və etiraf edək ki, nə qədər epizodu dəyərləndirməsək də yenə də o 5 qolumuzu vura bildik. Digər tərəfdən isə Hapoeldə bu göstərici 1.90 idi və maraqlı fakt ondan ibarətdir ki, o 1.90-ın 0.45-i Pakatilovun 2 səhvi idi. Yəni Hapoel özü də kifayət qədər ən azı bir qolluq epizod yaratsa da yenə də bizim səhvimiz olmasaydı o qolları bəlkə də vurmazdı. Daha başqa bir faktı mən sizinlə bölüşmək istəyirəm. Bu da oyunun nə qədər xaotik və yelləncək kimi getməyini göstərir. Belə ki, penalty touches. Yəni bu keçən dəfə də mən sizə demişdim. Sən rəqibin cərimə meydançasında topa ayaqla kontakt edirsən. Yəni topla davranırsan, pas atırsan, dribling etməyə çalışırsan. Baxın bu göstərici ümumiyyətlə absurddur. Sabahda bu metrik 45 idi. Rəqib isə cəmi 19 dəfə topa toxuna bilmişdi. Əslində əgər siz maçı stadiondan izləmişdinizsə, gördünüz ki, komandalar demək olar orta sahəsində oynadı. Bir tərəfdən Sabah daima hesabda geri idi. Sabah risk etmək məcburiyyətində idi. Amma Hapoel yenə də əsas tezi təsdiqlədi. Yəni sən rəqibin meydanının 1/3-nə topu daşıdığın halda Hapoel normal şəkildə nə kompakt müdafiə otura bilir, nə də ki normal şəkildə say hesabı ilə və ya zonal müdafiə sayəsində müdafiə oluna bilir. Bunun da nəticəsində Sabah layiqli olduğu qələbəni fantastik şəkildə qazandı və bu bizə məncə Azərbaycan futbol tarixinin ən qızıl səhifələrindən biridir. Çünki əlbəttə ki Çempionlar Liqasına 2 il dalbadal və ümumilikdə 3-cü dəfə vəsiqə qazanmaq, ikinci tərəfdən isə belə şəkildə, yəni hər şey sənin əksinə idi və oyunun məntiqinə görə hətta Sabah uduzada bilərdi. Çünki baxmayaraq ki, baxın PPDA bu maçda hər iki komandada eyni idi. Bu dəfə hər iki komandada 14-də idi. Bunun da əslində anlamı ondan ibarətdir ki, hər iki komanda bu dəfə bir-birinə o qədər də pressingə məruz qoymurdu. Biz bunun haqqında detallarda danışacağıq. Niyə bu baş verirdi belə və bunun fəsadları bizim komanda üçün nədən ibarət idi? Amma digər tərəfdən əlbəttə ki, Sabah əslində qolu bir növ nəyə görə möcüzəvi şəkildə və bu xoşbəxt bir möcüzədir. Çünki möcüzəvi şəkildə danışanda onu nəzərdə tuturam ki, maçın son 15 dəqiqəsində əslində gördüyümüz kimi Sabahın PPG-yə də çox aşağı idi və Sabah artıq tükənmişdi. Hiss olunurdu ki, Puxaçın hərəkətindən, ümumiyyətlə oyunçuların qaçışından və ya qaça bilməməyindən komanda artıq kifayət qədər tükənmişdi və xatırladaq ki, maçın son 13 dəqiqəsində və mən plus 4 dəqiqəni də əlavə edirəm, hardakı həlledici qol vuruldu. Sabah 1.78-ci dəqiqədə rəqibin qapısında təhlükəli epizod yaratdı. Ondan sonra 10 dəqiqə Hapoel Sabahı çox yaxşı kontrol edirdi, ta ki həmin qol standartları gələnə qədər. Çünki əvvəlki cərimə zərbəsindən zərbə var idi, sonradan isə kornerə getdi və Puxaçın asmasını Teylur Mütəllimov fantastik şəkildə tamamladı. Bizim komandanın hücum gücü və müdafiə problemlərinə keçməmişdən qabaq gəlin burada Teylurun haqqını verək. Çünki Teylur Mütəllimov ümumiyyətlə sözün həqiqi mənasında ən böyük peşəkar necə olar? Bunun simvolikasıdır. Çünki Dambrauskas gələndən sonra sən etiraf edək ki, o müdafiədə Teylura etibar etmədi. Ona görə də ötən mövsüm, bütün mövsümü Teylur ehtiyat oyunçular skamyasında keçirdi. Yalnız Sabah çempionluğunu təmin edəndən sonra Teylur əsas heyətdə yer almağa başladı. Lakin Sabah futbol klubundan da aldığımız siqnallarda bizə deyilirdi ki, Teylur başını aşağı salıb bir peşəkar kimi daima məşqlərdə özünü aktiv şəkildə göstərirdi və hətta biz özümüz də milli komanda ilə iyundakı Macaristanda təlim məşq toplanışında həm Malta, həm San Marino ilə maçlarda Teyluru gördük. Teylur xüsusilə San Marino oyunda Teylur maçın ən aktivlərindən biri idi və talih elə gətirdi ki, Teylur bu dəfə də həlledici qolu vurmağı bacardı. Xatırlayırsınızsa bəlkə də Sabah azərkeşlərinin
bir növ əfsanə mifologiyasında 118-56 necə ki Agüero'nun qolu var Manchester City ilə Queen's Park Rangers'a qarşı, hansı ki City'yə çempionluğu gətirmişdi. Burada da Tellur'un əslində həmin qolu Sabaha titulu gətirdi və ondan sonra bir növ Sabahın qızıl dövrü başladı. Bu dəfə də Tellur'un həlledici qolu çox vacibdir. Söhbət təkcə bizim komandanın Çempionlar Liqasına vəsiqə qazanmaqsından getmir. Söhbət eyni zamanda Tellur'un öz karyerasından da gedir. Biz çox ümid edirik ki, Tellur Sabahla müqaviləsini uzadıb və bu mövsümdə mən əminəm ki, nəzərə alsaq ki, Çempionlar Liqasının liqa fazasında Sabahı ən azı 8 maç gözləyir və bu ərəfədə yalnız bir oyun milli çempionatda bəlkə təxirə salına bilər. O da xatırlayırsınızsa 7-ci, 8-ci tur 2 həftə dalbadal olur. O bəlkə həmin o fasilədə Sabahın oyunu təxirə salına bilər. O da ki, əlbəttə ki, rəqibinin də razılığı olmalıdır. Lakin buna baxmayaraq nəzərə alırıq ki, Sabah 2 cəbhədə də mübarizə aparacaq və biz arzulayırıq ki, Tellur mümkün qədər çox meydanda olsun. Çünki o buna layiqdir. Eyni zamanda əlbəttə ki, bir tərəfdən Xaybullayev bu maçda Tellurdan fərqli olaraq qol və ya qol pası ilə seçilməsə də, yəni futbol qol və qol pasından ibarət deyil. Biz Xaybullayevin də o ingiliscə biz buna deyirik, elə dayaq müdafiəçi Casemiro tipli space coverer, yəni boşluğu dolduran o Xaybullayevin enerjisini meydanda görməyi bacardıq. Bunu ideal halda məsələn Umar Ali Rahmanaliyev eləyir, amma Xaybullayev də Simiçin yerinə meydana çıxandan sonra bir növ həmin o yorulan rəqibə qarşı da və biz də yorulmuşduq, amma rəqib bizdən daha çox yorulmuşdu. Yorulan rəqibə qarşı Xaybullayevin rolu da fundamentaldır və çox sevindirici faktdır ki, bu əslində Azərbaycan millisinin 2 futbolçusu belə seçildi və yenə də Tellurda olduğu kimi biz əminik ki, nəzərə alırıq ki, həm Tellur Mütəllimov, həm də ki Xaybullayev çox yaxşı futbolçulardır, çox yaxşı peşəkarlardır. Ona görə biz ümid edirik ki, onu Azərbaycan çempionatında hər ikisini biz meydanda tez-tez görəcək və bu da milli komandada rəqabətçiliyi artıracaq və milli komandanın özünü də gücləndirəcək ki, bu da əlbəttə ki, bizim üçün ikinci, amma çox vacib bir elə oyun elementidir. Maça gəldikdə isə gözlənti arasında özünü doğrultdu. Nə edirsə etsin, Hapoel Berşevanın ən böyük problemlərindən biri müdafiə blokuna otura bilməməyidir. Yəni kompakt blok müxtəlif cür ola bilər dostlar, misal üçün. Deməli, burada dostlar qırmızılar Hapoel Berşevadır. Hapoelin problemləri nədən ibarətdir? Mən sizə izah etməyə çalışıram. Baxın, komanda kompakt bloka, yəni rəqibi məkandan necə və topdan necə, təhlükədən necə məhrum eləyə bilər? Bu sualı versəz, bunu bir neçə cür eləyə bilər. Onlardan biri əlbəttə ki, belə çox sıx kompakt bloka oturmaqdır. Biz dünya çempionatından danışsaq, məsələn, Paragvay millisinin, Türkiyə millisinə, Almaniya millisinə qarşı maçları xatırlayın. Orada rəqib necə boşluğu sıfırlayır və nəticədə xəttlər arası keçidləri minimallaşdırır və əlbəttə ki, hazır olmayan rəqib epizod əldə etməkdə çətinlik çəkir. Digər variant isə müdafiə xəttinə 5-ci futbolçunun düşməyi olardı. Sadəcə olaraq burada say hesabı sayəsində Sabah ya risk edib ortadan kimisə yuxarı qaldırmalı idi. Bu zaman əks hücumlara komanda həssas olacaqdı. Lakin Hapoeldə biz bunların heç birini görmədik. Hətta maçın sonuna yaxın Hapoelin baş məşqçisi ikili dəyişiklik etdi. Xatırlayırsa Baldaksa da meydana girdi. Amma onda da mövqe dəyişikliyi idi və məni təəccübləndirən fakt ondan ibarət idi ki, bir qol səhvinə, yəni ehtimalı olan Hapoel niyə müdafiəsini möhkəmləndirmədi, niyə sadəcə olaraq sol cinah müdafiəçisinin yerinə sol cinah müdafiəçisi girdi və hücumçunu nominal hücumçu əvəz etdi və əlbəttə ki, günün sonunda həm də Kozuçun daha bir səhvi bizim üçün qızıl oldu. O da ki, əlbəttə 44 nömrəli futbolçu Diop'un meydana girməsi idi. Xatırlayırsa Diop sadəcə olaraq auta çıxan topu təpiyi ilə uzaqlaşdırdığı üçün axmaq bir sarı kart aldı. İkincidə isə hər hansı bir şikayət ola bilməzdi və buna görə də əslində biz dırnaq içində rəqibə çox sağ ol deyə bilərik. Amma bütün bunlar bizim komandanın əziyyətini də sıfırlaya bilməz. Çünki Sabah maçın sonuna qədər əslində bütün oyun məntiqində, bütün oyun ssenarilərində, bəlkə belə oyun ssenarisi 6 dəfə təkrar olunsaydı, bunun 5-də biz məğlub olardıq. Necəsə, bəlkə də heç edib qələbə topunu vurmaya bilərdik. Amma Sabah da öz xarakterini maçın sonuna qədər saxladı və həm də əzmkar, eyni zamanda da baş məşqçinin də düzgün gedişləri sayəsində yenə də o lazım olan o X faktor qolunu vurmağı bacardı. Gəlin bir neçə epizoda baxaq. Sabah maç boyu Hapoel Berşevanın hücumda çox faydalı olan, lakin müdafiədə problemli olan 2 nömrəli sağ cinah müdafiəçisi Mizrahini hədəfə almışdı. Mizrahi də öz mövqe seçimində çox problemlər yaşayırdı. Məsələn, bu epizodda görürük ki, Umar Ali Mikelsi tapır və Mikels burada sadəcə olaraq bəxtsiz olur, çünki topu qapı tirinə vurur və burada da görürük ki, əslində Mikelsi Mizrahi qabaqlamalı idi, amma o epizoda gecikir. Digər bir epizodda isə biz görürük ki, Christian Nvachukwu bu dəfə də Mizrahini keçir, driblingdə alladır, sadəcə olaraq çərçivəyə düşə bilmir və başqa bir epizod baxmayaraq ki, təcrübəli qapçı bildirir ki, Mizrahiyə ki, topu buraxmaq olar. Mizrahi burada sadəcə olaraq boş epizodda heç arxasında, heç bir diametrində, radiusunda futbolçu yox idi. Bizim futbolçularımızdan heç kim yox idi, amma yenə də topu kornerə göndərir və bu da müdafiəçinin təzyiq altında nə qədər çox səhv buraxdığından xəbər verir. Lakin
Lakin komandanın problemi təkcə Mizrahi deyildi. Baxın, bu epizodda da Sabah birinci olaraq çox yaxşı şəkildə xətlər arasına girib epizodlar yaratmağı bacarır. Çox intellektual, topsuz hərəkətləri sayəsində. Baxın, bu epizodda da Lepinitsa çox mükəmməl şəkildə Mikelsi tapır. Mikelsin zərbəsi uğursuz olsa da rebounddan, yəni ikinci zərbədən Nvaçunkvu hesabı bərabərləşdirə bilir. Və əlbəttə ki, bizim futbol tariximizə və Sabahın da 100% tarixinə qızıl hərflərlə yazılacaq Tellurun qolunda isə mən əminəm ki, hardasa bu ev tapşırığı idi. Çünki mükəmməl bir icra Puxaçdan və mükəmməl bir bitiricilik Tellurdan. Yəni bəlkə də orada 2 zona var idi ki, 5 metrlik diametrdə hara düşməli idi ki, Tellur 100%lik gol olsun. Onu da bu mükəmməl şəkildə bacarır. Lakin əlbəttə ki, Çempionlar Liqası uzun incə bir yoldur. Bir tərəfdən xatırlayırsınızsa, ötən mövsüm biz Qarabağ Çempionlar Liqasının liqa fazasında vəsiqə qazananda deyirdik ki, bizim əsas məqsədimiz ikinci cəhddən Qarabağın ilk qələbəsini və idealda heç olmasa 1 və ya 2 heç əldə etməsi olardı. Eyni sözlər Sabah üçün də keçərlidir. Biz əlbəttə ki, Sabahın rəqiblərini qısaca da olsa Sabahın oyun tərzinə görə analiz edəcəyik və komandanın xal və xallar şansını dəyərləndirəcəyik. Amma indidən deyə bilərik ki, Sabahın qarşısında duran minimum məqsəd heç olmasa 1 qələbə və 1 və ya 2 heç olacaq ki, bunun nəticəsində biz əminik ki, biz son sıralarda olmarıq və bu mövsümdəki çıxışımızı həddindən ziyadə uğurlu hesab edə bilərik. Çünki artıq Çempionlar Liqası vəsiqə qazanmaq özü belə böyük uğurdur. Baxın, bu UEFA-nın əmsallar cədvəlidir. Liqa fazası başlamamışdan Azərbaycan UEFA-nın əmsallar cədvəlində birinci yerdədir və o xatırlatmanı da edim ki, sadəcə olaraq Çempionlar Liqasının liqa fazasına vəsiqə qazandığına görə komandaya 6 bonus xalı verilir. O da ölkənin Avropadakı klubların sayına bölünür. Yəni Azərbaycanı 4 klub təmsil edirdi və Sabah sadəcə olaraq bu qələbə ilə bonus olaraq Azərbaycan reytinqində 1.5 xal qazandırıb. Maliyyə baxımından bu həm Sabah üçün uğur olacaq, həm də ötən mövsümdə olduğu kimi UEFA Azərbaycan Premyer Liqasının qalan 11 klubuna hərəsinə 800.000 avro qazandıracaq. Bu da çox möhtəşəm bir investisiyadır. Duran yerdə, yəni gözlənilməyən, planlaşdırılmayan bir gəlirdir. Lakin mən niyə görə bütün bunları deyirəm? Çünki Sabahın müdafiə oyununda problemlər var və bu problemlər bu maçda karikatur və eyni zamanda şiddətli şəkildə özünü göstərdi. Əlbəttə ki, ilk öncə Pakatilovdan danışmalıyıq. Baxın, bizi narahat edən məqam ondan ibarət idi ki, Sabah inadkarcasına qısa oynamağa çalışır və maçın son 15 dəqiqəsində Sabahın ümumiyyətlə Hapoel qarşısında heç bir epizod əldə etməməyin səbəbi ondan ibarət idi ki, komanda yorulmuşdu və eyni zamanda komanda inadkarcasına qısa paslarla çıxmağa çalışırdı və Hapoel bunun qarşısını alırdı. Yəni bir qədər vertikal oynamaq olardı. Lakin Pakatilov hər iki qolda, yəni peşəkar futbolçuya yaraşmayan bir səhvlər edir. Əgər birinci qoldakı səhv pasını yenə də başa düşmək olar ki, bu kobud səhvdir, bu inanılmaz bir ayaqla oyunda olan bir etinasızlıqdır. Lakin ikinci qolun pasında Pakatilovun etdiyi kobud səhv, yəni bunu heç bir çərçivəyə sığmır, buna don qeydirmək mümkün deyil. Sabah futbol klubu inanılmaz effektiv və uğurlu transferlər edir. Biz başa düşürük ki, Pakatilov artıq veteran qapıçıdır və o istəmir ki, Çempionlar Liqasında kimsə dursun, çempionatda o dursun və ya əksinə baş versin. Pakatilov mümkün qədər çox oyun oynamağa çalışır ki, adam yenilikcə Qazaxıstan millisinə də çağırılıb. Amma əlbəttə ki, Sabah futbol klubu ümid edirəm ki, bir növ dəlləkliyi öz başında öyrənməz. Vaxtımız gətirdi ki, bu səhv bizə baha başa oturmadı. Çünki dediyim kimi bir 6 ssenariydə 5-də bu bizə baha başa gələcəkdir. Digər tərəfdən yenə də Sabahın təkcə qapıçısı yox, müdafiə planı problemlidir. Gəlin bir epizodu incələyək. Baxın, burada biz görürük ki, Hapoel Berşeva sol cinahdan hücuma keçir. Bizim sağ cinah müdafiəçimiz Zedatka onu blok etməyə çalışır. Üstəlik daha bir oyuncu Rəhmanovun yanına gedir və burada baxın, daha 2 Berşeva oyuncusu, biri o biri cinahda gedir, digəri isə meydanın mərkəzində gedir, Zlatanoviç. Və burada baxın Solvetin qərarına. Solvet əslində 2 futbolçunun blok etməyə çalışdığı oyuncuya təzyiq etməməlidir. Çünki sənin öz oyuncun var, amma Solvet görünən kobud səhv edir və həmin oyuncunun üstünə gedərək orada lazımsız sıxlıq yaradır və sadəcə bəxtimiz götürür ki, burada yaxşı pas olmur, amma bu yenə də məktəb səhvləridir və bu qərar verməkdə olan səhvlərdir. Bizim ümidimiz ondan ibarətdir ki, Adam Makarti komandanın heyətinə daha da uyğunlaşacaq. Çünki görürük ki, Adam Makartinin də çox yaxşı pası və progressiv ball carrying, yəni topu yuxarı daşımaq bacarığı var və bizə eyni zamanda müdafiədə də çox ciddi etibarlılıq lazımdır. Çünki günün sonunda belə balaca səhvlərdən belə biz çox amansızcasına Çempionlar Liqasında cəzalanacağıq. Sonda dostlar, bir daha gəlin bütün Sabah kollektivini təbrik edək. 9 yaşlı klubun 1-ci liqadan bura qədər yol qət etməyi təsadüfi deyil. Bu həm də Azərbaycan futbolunun da qələbəsidir. Çünki
Qarabağ qalib gələndə biz fikirləşirdik ki, yalnız bir oyun ssenarisi var ki, hansında ki, Azərbaycanda komanda qrupu uğurlu olmaq olar. Sabah tam alternativ ssenaridir və mən əminəm ki, bir çox azarkeşlər var idi ki, hansılar ki, skeptik idi. Bir tərəfdən Qarabağın çempion olmamağını həzm edə bilərdilər, amma digər tərəfdən onun yerinə çempion olacaq komandanın da haqqını vermək istəyirdilər. Sabah rəhbərliyi də olduqca adekvat düşünürdü. Onlar Sabahın çempionluğunu həm də ona görə də qeyd edirdilər ki, bu konferans liqasına rahat yolu açacaq çempionlar yolu vasitəsilə. Lakin Sabah minimum tapşırığı yox, tam maksimal tapşırığı yerinə yetirərək birinci cəhddən Çempionlar Liqasına vəsiqə qazanmaqla başqa klublara da bir növ rol model nümunə olmuş oldu. Ümid edək ki, yaxın gələcəkdə başqa Azərbaycan klubları da, misal üçün özəlliklə Neftçi, Turan və Zirə də həm Sabah, həm də Qarabağa bu yolda qoşulacaqlar. Çünki bu halda Azərbaycan futbolu inkişaf edəcək və ən azından bizim klub futbolumuz yüksək səviyyəyə qalxa biləcək. Sonda dostlar, gəlin belə bir iki sual verim sizə. Birinci olaraq Bakıda hansı top klubu görmək istəyərdiniz? Əlbəttə ki, bir top klubu adını çəkin. İkinci sualım ondan ibarətdir ki, hələ püşk atılmayıb, amma fikrinizcə artıq Sabahın sizə ən azından ümid edirəm ki, 8 oyuna baxmısınız. Sabah liqa fazasında neçə xal yığa biləcək? Fikirlərinizi ənənəvi olaraq şərhlər bölməsində gözləyirəm. Videomuzu bəyəninizə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videolara buraxmayasınız.